Salam uşaqlar. Deməli, çoxədlərin vuruqlara ayrılması hissəsindən biz burada 90-a 91-ə qədər səhv etmirəmsə yazmışdıq. Son hissəni izah edəcəyimi demişdim. Əsasda, yəni son hissələrdə başlıqda asanlıqlar olur, biraz sonlarda çətinlər olur. Ona görə də hər kəs diqqətlə izləsin. Getdik 91. 91. Yazıram 2x-in kvadratı minus 3x minus 2. Üçərlisin vuruqlara necə ayırırsan? Baxırıq belə. Bunu necə ayıra bilərəm? Baxıram ki, mən bu 3x-ı mənfi 2x minus x yaza bilərəm. Düzdür? Yaza bilərəm. Çünki ardıcıl verir. Bəs bu mənə nəsə verəcəkmi? X plus 2. Yox. Gəlin bunu biz elə diskriminantla yazıq. D bərabərdir b kvadratı minus 4ac. 4 vur 2 vur mənfi 2. Çünki c-in mənfi 2-dir. 4 2 8 2 16. Bu da mənfi olduğuna görə 25. Yəni x1 bərabər mənfi b, yəni mənfi b, mənfi, bir dənə də bunun mənfisi var. 3 edir. Plus 5, kök altında d. 25-dən 5 çıxır. Böl 2a. 2 vur 2. 4. 2 edir. x2 bərabər 3 minus 5 böl 4. Mənfi 2, 2, mənfi 2-də 1. Düstur nə idi? Belə idi. Bərabər. Ayım nədir? 2. X minus x1, yəni 2. X minus, bu da mənfi olur plus. Demişdim, 2-ni gətirib hansı mötərizəyə vururuq? Kəsir olana ki, bu kəsir getsin. Bunu yazıram. Bu 2-ni də vururam mötərizənin içinə. 2 vur x. 2x plus 2-ni 2-də 1-ə vuranda 2-lər ixtisar edir 1. Ayırdım. Mən cavab edir 91-də B bəndi. 92. Uşaqlar, 92 onsuz görən kimi bilinir ki, bu a kvadrat plus b kvadratıdır. Görürsünüz, bu da nəyinsə kvadratıdır, bu da nəyinsə kvadratıdır. Bu a üstü 2-nin kvadratıdır. Bu isə 2b-nin kvadratının kvadratıdır. Görürsünüz, kvadratının kvadratı 4, bu da 4, bunu da qaldıranda 4 edir, bərabərdir. A plus b-nin kvadratının, daha doğrusu a kvadrat plus b kvadratının düsturunu mən demişdim. Necə idi? Deməli, belə aşağıda yazıram. A kvadrat plus b kvadrat bərabərdir nəyə? A plus b-nin bağlanmış kvadratı çıxaq 2ab. Artıq burada a-nın b-nin yerində məndə a kvadratı b kvadratı durub. Yəni üstü 4-ə görə yazıram. Birinci plus ikincinin bağlanmış kvadratı minus 2 vuraq birinci vuraq ikinci. Deməli 2 vuraq, burada bir dənə də 2 var, bu 4 eləyir. Aydındır. Yəni, baxıram belə cavab varmı? Bunu açıblar uşaqlar. Bunu buradan saxlayın. Bu düsturuydu. Bərabərdir. Uşaqlar, bu da nəyinsə kvadratıdır. Minus, bu da 2ab-nin. Bax, fikir verin. 2ab-nin kvadratıdır. Görürsünüz. Yəni, a kvadratı çıx, yenə də b kvadratı. Artıq açıram. A kvadrat plus 2b kvadrat minus 2ab. Bir də a kvadrat plus 2b kvadrat plus 2ab. Ona görə də cavab olacaqdır Y bəndi. Diqqətlə baxsınız, görərsiniz ki, sadəcə abələrin yeri dəyişikdir. Cavab eləyir Y bəndi. 93. 93-ü yazıram. 93-də x, y verir. Uşaqlar, qəti surətdə heç vaxt bu formada misallarda aparıb belə, yəni bu misalı sadələşdirməmiş, baxın, bu misalı sadələşdirməmiş, söhbət onun, yox, 93-cü misaldan gedir. Baxın, bu ifadəni heç vaxt sadələşdirməmiş, aparıb x, y-i yerinə qoymaq düzgün deyil. Yəni, qoymaq olmaz elə. Elə ki, tapılmazsa. Baxaq, 16x-in kvadratı minus 40xy plus 25y-in kvadratı. Görürsünüz ki, x-ə görə bu əsaslanıbdır. Uşaqlar, nəyə vuranda 25y-in kvadratı edir, toplayanda da müsbət 40 edir. Amma burada qabaqda yox, 16 da var, böləyi də var. Deməli, bunu necə vuruqlara ayırarıq? 40-ı necə yazsaq, fikirləşək görək, necə yazsaq biz 25 ilə parçalaya bilərik. 25-ə bölünən bir şeylər kimi yazaq.
16 ilə, məsələn, bunu necə yaza bilərəm? 16 yazsam, burada dörtlü bir şeylər qalır, olmur. Deməli, neçə yaza bilərəm? Gəlin elə bunu diskriminantla tapaq. D bərabərdir B kvadratı, yəni bunun kvadratı. Bilib, x-ə görədir deyə, y-in kvadratı olur. Bildinizdə, yəni elə bir ki, x-ə əsasən bu misal qurulubdur. Ona görə y-lər bunların yanındadır. Minus 4ac. 4'ü vurursam buna 100, 100'də bu da elə eləyir 0. 1600 y-in kvadratı. O da bərabərdir 0. Yəni, elə x1 bərabər olacaq, x1 bərabər olacaq x2. Demişdim, D0 bərabər olanda nə olur? Bir-birinin bərabər olur. Mənfi B, yəni, uşaqlar, bunu yazmağa ehtiyac yoxdur. D0 bərabərdirsə, heç buna ehtiyac yoxdur. Baxın, uşaqlar, nə fikirləşdim? Bu 4 qız plus 5y-in elə minus 5y-in bağlanmış kvadratıdır da. Yəni, heç bu qədər əziyyətinə dəymir, uşaqlar. Əslində, burada D-in 0 olmağından, baxın, burada D-in 0 olmağından bəlli oldu. Diqqət, uşaqlar, bu misal elə əslində fikir verin. Görürsünüz, bax, onu görməmək adamın işini nə qədər uzadır. 4x minus 5y-in doğrudan da bağlanmış kvadratın açılışıdır. Baxın, görürsünüz. Artıq bundan sonra qəşək gətir x, y qoy yerinə tapda. 4 vuraq. Burada x-i də çevirirəm düzgün olmayan kəsrə. 23 minus 5 vuraq. 5-də 21-in kvadratı. 4-lər gedir, 5-lər gedir. 23-dən 21 çıxdım. 2-in kvadratı 4. Yəni 93-də cavab 4. 94. 94-də baxıram. Nağda mən bu 3 dənəsini, bax bunları görürəm ki, bu a plus b-nin bağlanmış kvadratıdır. Minus c kvadratında yazıram. Bərabər 13. Artıq baxın, bu bir a olsa, bunun kvadratı minus bunun kvadratı. Açıram. A plus b minus c, a plus b plus c bərabər 13. Yəni a kvadratı minus b kvadratına əsasən bunları bir dəfə topladım, bir dəfə çıxdım, gördünüzdə. Uşaqlar, nəyə vuranda 13 eləyər? 13 belə deyim də, mən demişəm də, yəni bu sadə ədəddir. Bir-birə bir də özünə bölünür də. Yəni bu yazıq biri 13-ə vuranda 13 eləyir də, başqa işin olmur. Söhbət tam ədədlərdən gedir. Ona görə də uşaqlar, bu ifadə burada çıxma var. Bu biraz azdır, bu daha çoxdur. Ona görə bunu 1-ə bərabər edirəm. Bunu da 13-ə bərabər edirəm. Məndən a plus b plus 2c-ni istəyir. Bunları mən nə edə bilərəm? İstəyirəm bunu tam alam. Ala bilirəmmi? Baxın. Tərəf-tərəfə gəlin toplayaq. Tərəf-tərəfə gəlin toplayaq bunları. Toplayanda c-lər gedir. Burada 2a plus 2b bərabər c-lər getdi 14. Onda a plus b-ni nə alıram? 7. Bu dursun cibimdə. İndi 2c-ni almaq üçün. Uşaqlar, 2c-ni almaq üçün gəlin yuxarıdan aşağına çıxaq. İndi deyəcəm niyə? Bax, A-dan A-ya çıxdım. Çünki məndən A plus B plus 2c-ni istəyir ona görə. Yaxşı. İndi 2c mənə lazım. A plus B-ni yaratdım. Artıq ben yerinə 7 qoyuram. İndi 2c-ni yaratmaq üçün bayaq toplamışdım. İndi çıxıram tərəf-tərəfə ki, A, B getsin, C qalsın tək. A-dan A-ya çıxdım, getdi. B-dən B-yə çıxdım, getdi. C-dən mənfi C-yə çıxanda birbaşa 2c-dir. C çıx C, mənfi C. Bu 2c verir. 13-dən də 1 çıxırsam 12. C bərabərdir 6. Yəni 7 plus 2 vur 6. O da eləyir. Deməli, neçə eləyir bu? 12-nin üstünə 7 gələndə cavab 19. 95. 95-də adi baxın. 95-də 2-ni qəşəng götürürəm bunların. Hər birinə vururam. Baxın, görün nə alacam. 2-ni buna vuranda 2-lər nə edəcək? Məxrəcdəki 2 ilə 2-yə vursam, bu vurduğum 2 gedəcək. Qalacaq 2 tam %45-in kvadratı. Üstə gəlir, eyni ilə 2-lər gedəcək, qalacaq 4 tam %55-in kvadratı. Plus 2 vuraq, 2 tam %45 vur, 4 tam %55 bərabər. Uşaqlar, a kvadratı plus 2ab plus b kvadrat. Baxın, 2 ifadənin cəminin kvadratı, yəni 2 tam %45 üstə gələk 4 tam %55-in əslində bu bağlanmış kvadratıdır. Görürsünüz də, yəni bu da eləyir 7, 7-nin kvadratı
Deməli, nə eləyir? 49. 96 eynisidir yazarsınız. 97. 97-ni də adi kub düsturuna əsasən yuxarını işləyirəm. 97. Deməli, yuxarı A kubu plus B kubudur. A kub plus B kubun düsturu necə idi? Bir dəqiqə. Belə qoyum. A kub plus B kubun düsturu necə idi? 15. 15 plus 85. Burada da 15'in kvadratı. Demiştim plus olanda minus olur. 15 vur 85 plus 85'in kvadratı. Bölək. Məxrəci yazıram. 225 minus 15 vur 85. Məxrəci özləri yazıblar da, onları yazdığı kimi. Minus. Uşaqlar, bu da A kvadratı minus B kvadratı. 75 çıx 25. Bir də 75 topla 25. Bölək 100. Bərabərdir. Uşaqlar, bax bu 15'in kvadratı ilə 225. Baxsanız görərsiniz qalan şeylərdə eynidir. Ona görə bu mötərizə ilə, yəni ifadə ilə gedir. 15'in 85 90 100 minus bax burada bir dənə 100. 75 ilə 25 toplayanda eləyir 100. 100 ilə də bu 100 gedir. 75-dən 25 çıxanda qalır 50. 50 çıxıram. Cavab elə eləyir 50. 97 cavab 50. 98 eynisidir, özünüz yazarsınız. 99. 99'da nə deyir? Diqqətlə baxaq. 99. Adi ifadə kimi açıram da heç nə uşaqlar. 99. 27x'in kubu plus A. Bu A kubu plus B kubuna gəldi. Yəni aydındır ki, bu 3x'in kubu plus, bu da A da nəsə, nəyinsə kubudur. Uşaqlar, aşağıda yazıb ki, 3x plus 2. Artıq buradan aydın deyil ki, A nədir? Baxın, bunu yazanda, bunu necə açacağım? 9x'in kvadratı kub düsturuna əsasən plus olanda burada minus olur. Birinci vurur ikinci. 6x plus bunun kvadratı 4. Burada da mənə burada qəşətcə kitab verib ki, bx'in kvadratı plus cx plus d. Elə bir əslində alt alda hamısı görsənir. Belə çıxır ki, b nədir? 9. Yəni b 9'dur. C mənfi 6'dır. D də 4'dür. Aydındır hər şey. Bir dənə A qalır. Uşaqlar, fikir verin. Bu əslində 3x'in kubu minus A. Burada nə olsaydı mən onu çıx 2 yazardım. Bu 8 olub. Yəni 2'nin kubu olsaydı. Baxın. Mən bunu 3x minus 2 daha doğrusu plusdur bu. Aha. 3x plus 2 yazıb ardına belə gətirərdim də. Düzdür. Deməli A-nın yerində nə durub? Bu 2 mənə istiqamət verir ki, A 8'dir də. 2'nin kubu olmalıydı ki, bunu sən belə aça biləsən. Belə çıxır ki, A da bərabərdir 8. Bunları da toplayanda cavab 15 edər. 100 eynisidir. Yəni əslində baxa bilərsiniz. Burada A-yı elə görmək olur ki, bu 2x 8x'in kubuna bu 2x'in kubudur plus 5. Burada da 5'in kubu olar da. Aydındır. Burada 5'in kubu yəni 125 olur. Deməli A 125'dir. Digərlərində bu kub düsturuna əsasən bunu bu formada açırsan, dediyim kimi belə istiqamətdə yazırsan cavab görsənir. 101. 101. Baxaq nə eləyə bilərik? Deməli 14 vur 30. Əlbəttə ki, bunu açıb da yaza bilərik. Amma fikirləşək, baxaq görək nəsə eləyə bilirikmi? Sadəcə kvadratlar fərqi kimi açmaq istəyirəm. Açım görüm nə alacam. 33 minus 3. 33 plus 3. Neynədim? A kvadrat minus B kvadrat kimi buranı açdım. Plus 14 vur 30'a dəymirəm. Bölək. Aşağında yenə 55 minus 5. 55 plus 5 kimi yazıram. Bərabərdir. 30'dan 3 çıxdım. 30 vur. Bu da 30. Deməli 6. Üstə gələk 14 vur 30. Hə, 30 ortaq vuruqlar yarandı. Bölək. Bu eləyir 50 vur 60. Bərabərdir. Hər ikisindən 30'u çıxardıram. 36, əslində bunu da yazmayayım. 36 üstə gələk 14, 40, 50. Bölək. Aşağıda da 50 vur 60 var. 50'lər getdi. Bunlar da getdi. Bunlar da getdi. Aşağıda 2, 1. Yəni burada cavab 0,5. 102 eynisidir yazarsınız. 103.
üstü uşaqlar, yuxarı üstü 4 olanda bayaq demişdim. Yazırsan 6/9-un kvadratının kvadratı minus 3/1-in kvadratının kvadratı bölək aşağıda işin yoxdur. 8-in kvadratı üstə gələk 6/2-nin kvadratı bərabərdir. Uşaqlar, bu a kvadratı minus b kvadratı kimi bunu açıram. Sadəcə kvadratın altında artıq ədədin özü yox, kvadratı durubdur. Aydındır. Ona görə də bu minus bu. Yəni 6/9-un kvadratı çıx 3/1-in kvadratı. Bir də 6/9-un kvadratı üstə gələk 3/1-in kvadratı. Diqqətli olun ha bu üstü 4-lərdə. Bölək aşağını da belə yazdım da özüdür də, yəni bildinizdə, təzədən köçürtmürəm. Baxaq. Uşaqlar, mən burada 6/9-un kvadratı minus 3/1-in kvadratını bir də aça bilərəm. Düzdür. Yazaram, nə yazaram? 6/9 minus 3/1, 3/1, 6/9 plus 3/1. Vuraq bu ifadələr. Aşağını da yenə yazaram. Vurub açandan sonra da ixtisarlar gedəcək. Uşaqlar, böyük rəqəmdir deyə artıq davam eləmirəm. Yəni bu formada düz durub aşağını da yazım. Bunda 8-in kvadratı. Üstə gələ 6/2-nin kvadratı. Yenə də bunu açıb a kvadrat minus b kvadratını əsasən yazarsınız. 104 də eynisidir bu formada. Yəni üstü 4'ü kvadratlar fərqi kimi. Yəni 7/7-in kvadratının kvadratı minus 2/3-ün kvadratın kvadratı kimi yaza bilərsiniz. Keçirəm 105-ə. Nə deyir 105-də? Deyir m parametrinin hansı qiymətində? 105 m parametrinin bir dəqiqə hansı qiymətində bu ifadənin, bu çoxhədlisinin vuruqları ayrışında baxın uşaqlar, vuruqlarından baxın görün nə deyir? Biri a plus 4'dür. Uşaqlar, bu vuruqlarından biri a plus 4 olmağı onu bildirir ki, yəni bunun kökünün biri bax buradadır. Yəni sən a plus 4'ü 0'a bərabər etdikdə a'yı -4 ala bilərsən. Deməli bunun vuruqlarından biri budursa, onda a -4 neynir? Alır. Aydındır. Vuruqlarından biri budursa, sən tez bunu 0'a bərabər elə a'nın qiymətini tapasın. İndi gətirək a'nın qiymətini tapmışam. Apar qoy yerinə. -4'ün kvadratı. Baxın, verilmiş ifadədə qoyuram yerinə. Minus m minus 3 vur -4. Minus 8. Uşaqlar, bu kökünü yerinə qoyanda bunu 0'a çevirər. Gəlin hesablayaq. 16 deməli minus, bunu adi mötərizdə yazaram, açaram. -4'üm, bax mənfini bunu buna vurdum. Üstə gələk 12, çıx 8 bərabər 0. İndi bunu açıram. 16 qarşıda mənfi var deyə işarələr dəyişir. Yəni minus 4'üm. Yəni -4'üm yox, adi 4'üm kimi açdım. Minus 12, minus 8 bərabərdir 0. Aha. Deməli, -4m dursun. 16'dan 12 çıxdım 4, 4'dən 8 çıxdım. -4, attım bu yana müsbət 4. M bərabərdir. Deməli, -4 dedim də burada. Deməli, 4, -4. Baxın. Burada mənfi müsbət eləyir uşaqlar. Mənfi bundan toxuşanda müsbət eləyir axı. Bir dəqiqə. Müsbət 4'demdir bu. Bax, mənfi ilə mənfi də müsbət eləyir. 4'ün bu da elə müsbət 4'dür. 16'dan 12 çıxdım 4, 4'dən 8 çıxdım -4. Attım bu bir tərəfə müsbət 4. M bərabər elə müsbət 1 almış olur. Cavab 1, 105. 106. Aha, 106 maraqlı misaldır. Diqqət. Baxın uşaqlar, bu misallarda xahiş edirəm. Diqqətli olun. Çevirin bir də baxın. 106. 106'da ifadəsinin sadələşdirilməsindən alınan çoxhədlinin. Bax, sadələşdirilməsindən deyirsə, sən bunu neyə bilərsən ki, vurub açasın da, yəni uzağa. Başqa nə etmək olur ki? Alınan çoxhədlinin dərəcəsi deyil 8'dir. Dərəcə 8. Uşaqlar, buradan yada düşür. Çoxhədlinin dərəcəsi nə idi? Qüvvəti ən böyük olan idi. Bəs bir hədlinin dərəcəsi nə idi? Üstləri toplayırdıq. Yəni qüvvət üstlərini toplayırdıq. Dəyişənlərin qüvvət üstlərinin cəminə bərabər idi bir hədlinin qüvvəti və yaxud da dərəcəsi. İndi yazıram. 2a plus 3b'nin kvadratı vuraq. B üstü n minus a üstü m bərabərdir. Demir sadələşdirməkcə sadələşdirək. 2a'nı b üstü n'ə vururam. 2a b üstü n. 2a'nı buna vururam. Mənfi. Çünki mənfi daxil. 2a üstü. Uşaqlar, bu 2a üstü 1'dir. Bu da üstü m'dir.
2a üstü n plus 1 eder mi? Axı vuranda üstlər toplanır. Plus 3 b üstü yenə də n plus 2. Vuranda üstlər toplanır. Ona görə n plus 2. Bu da minus 3a üstü n b üstü 2. Aha, nə deyir? Sadələşdirdim da. Baxım a üstü b. A, b üstü n var. Başqa yox. Bunun heç birindən yoxdur. Yəni, oxşar toplananlar yoxdur da, onu demək istəyirəm. İndi deyir, çoxhədlisinin dərəcəsi 8. Uşaqlar, nə dedim? Qüvvəti nə olan? Qüvvəti böyük olan olurdu. Həmin çoxhədlinin dərəcəsi. Gəlin, baxaq. Bax, burada var. Deməli, B-dən. Burada nə var? Burada n plus 1 var. Bunun qüvvəti nədir? Bu bir hədlinin tək olaraq qüvvəti n plus 1'dir. Bu n, bunun da üstü 1, n plus 1. Bunun qüvvəti n plus 1'dir, görsənir. Bunun qüvvəti n plus 2'dir, bunun da qüvvəti n plus 2'dir. Uşaqlar, indi bizdə m plus n cəminin ən böyük qiymətini istəyir. Böyük qiymətini istəyir. Deməli, böyük qiymətini istəyirsə, aydındır ki, artıq burada böyük tapacaq da. Yəni, çoxhədlinin dərəcəsi üçün onsuz da böyük bizə lazımdır. Sizcə n plus 1'i seçərəm, yoxsa n plus 2'ni çoxhədlinin qüvvəti? Əlbəttə, üstü çox olan demişdik. Ona görə də n plus 2 olur. Dərəcəsi neçədir? 8. Onda belə çıxır ki, n neçə olar? 6. Bəs n ilə götürsəydim, çünki bilmirəm də, yəni n-ə qiymət verməyiblər. Mən dərəcəsi 8 olsaydı, yəni 8 olsa, n hansı qiymətlər ala bilər? İndi n-ə uyğun olan baxıram. n plus 1 var, bunda da n plus 2 var. Yəni, hansısını götürəcəkdim qüvvət kimi? Əlbəttə, n plus 2'nin də üstü çox olanı. n plus 2 8 olsa, n də olacaq 6. Belə çıxır ki, bunların ilə ən böyük qiyməti 6 plus 6'dan cavab eləyir nə? 12. 107 tipli misallardan 107, ondan sonra 108, 109 bunların hamısı demək olar oxşar misallardır. Bunlardan üçünü izah edəcəm. Qalanını özünüz işləyərsiniz. Hamısı eyni şeydir. Məsələn, 107'ni işləyək. 107 3 dənə. Yəni, çoxluğun birləşməsidir. Baxaq, ətraflı yazı tələb olunan tapşırıqda OTK-ya düşmüşdür bu tip sual. Euler-Venn diaqramında deyir A. Baxın, uşaqlar, birinci çoxhədlini yaz, vuruqlarını ayır. Onu sonra qəşəng götür. Yəni, Euler-Venn üstündə işlədə. Euler-Venn-də işləməyə nə var ki? Minus 2x minus 8. Yaxşı, hansı ədədlərin hasili -8 cəmidə müsbət 2 verir? 4-dən 2 məncə olar. Hansına? Deməli, 2 verməlidir cəm. Buna verərəm. Düzdür? Ödədi. Deməli, A-nın yerinə yazıram. X minus 4, x plus 2. A artıq budur. Rəqəmləri səlqəli yazaq. Keçirəm B-yə. B bərabərdir. Hələ Euler-Venn filan çəkmirəm. Hələ şərtdə verilənləri yazıram. B bərabərdir. X-in kubu plus 2x-in kvadratı minus 9x minus 18. 4 dənədir. Demişdim, 4 dənədir. 2 qurqulaşdır. X üstü 2'ni çıxartdım bu ikisindən. Qalır x plus 2. Düzdür? Minus. Mənfi olanda demişdim, işarəni dəyişərsən. Bu ikisindən 9 çıxır. Olur x minus yox, plus. Niyə? Çünki mənfini çıxartmışsan 2. Bərabər. İndi hər ikisindən x plus 2'ni çıxardaram. Niyə çıxartmıram ki, çıxardaram? Burada qaldı x kvadratı. Burada nə qaldı? 9. Bunu biraz da uzadıb, x plus 2'yə dəyməyib da bu sadədir. Amma bunu x minus 3, x plus 3 yazaram da. Düzdür? Niyə yazmayayım ki, yazaram? Deməli, bu da mənim nəyim oldu? B-yim. Keçirəm C-yə. C-də diqqət etsəz, bərabərdə yazıb ki, x-in kvadratı plus cx minus 3. Uşaqlar, diqqətli olun. Bax, C-nin əslində, bax, bayaq hansı misaldaydı o? Baxın, bax, 105-ci misalda mən vuruqlarının biri veriləndə demişdim. Nədir yəni? İndi gəlin, baxaq. Burada vurğunun birinin x minus 1 olduğunu mən Euler-Venn-in içində görürəm. Baxın. Bir dəqiqə. Burada, görüm, düşürmü videoda? Aha, bura baxın. Bax, C-nin içində x minus 1 var. Görürsünüz? C-nin içində x plus 1 var, bir də x minus 1 var. Deməli, x minus 1 bunun nəyidir? Vuruğudur. Onda x minus 1'i sıfıra bərabər edib x-i nə tapıram? 1. Aparıb harada yerinə qoyuram? Verilən ifadədə. Bax, buna əlinizə öyrəşdirin bu tiplərlə işləməyi. Qoyuram yerinə. Yerini qoyanda təbii ki 0 verməlidir də.
X minus 1 0 vuruğu 0-a bərabər eləyəndə alınan qiyməti aparıb yerinə qoyanda orada da 0 eləməlidir də. 1 plus s minus 3 bərabər 0-dan deməli 1-dən 3 çıxıram. S minus 2 bərabər 0. S bərabərdir 2. Aparıb qoyuram yerinə. Bunu qoyuram. S-ni nə tapdım? 2. Bax 1-i tapdım. Vuruğu deyir x minus 1-dir buradan. X minus 1 0-a bərabər edim. X tapdım 1. Apardım qoydum yerinə S-yi tapdım. İndi olur x-in kvadratı plus 2x minus 3. Artıq bu formanı aldı. Düzdür. Bunu da ayırmağa nə var ki? Burada ayırım. Köklər 3 və 1. Baxım görüm. Köklər cəm mənfi 2 verməlidir. Buna verim də mənfini. Düzdür. Onda olar x minus 1. Gördünüz və vuruğu yenə də aldım onsuz da. X plus 3. Da bunu üstündə gətir elirvenin üstündə işlə. Baxın. Bu A, bu B, bu da S. Uşaqlar, S-nin onsuz x minus 1-in veribdir. Uşaqlar, S buydu da. S-nin vuruqları bunlardır. X minus 1 bura veribsə, S dairəsinin içində belə çıxır ki, bura nə yazmalıyam? X plus 3. Məcbur S-dən kənara çıxanmaram ki, burada da bunu verməyib. X plus B. Gət qoyuram yerinə. Onda belə çıxır ki, B neçədir? Nağdır. B-yi nə gördüm? Çünki burada X plus B yazıb. 3. Bu durdu yerində. Keçirəm B-yə. Gəlin A-yı yerləşdirək. A-nı burada yazıb ki, X minus 4-ünü misalın özü verib. X minus 4'ü misalın özü verib. Burada isə baxın x minus 4 okey yazılıb. Bunu yazacağım. Hara yazacağım? Burada verilən ifadənin yerinə. Baxın bir de burada. Axı bu alanda həm A-nın da həm B-nindir. X plus 2. Belə çıxır ki A. Baxın A. A-nın yerində nə durdu? 2. Sonra burada da x minus 3'ü veriblər də. Baxın doğrudan da B-nin yerində. X baxın B-nin dairəsinə baxın. Budur da. X plus 2. X minus 3. X plus 3. Gördünüz? Yəni B-yə toxunmadan biz A ilə S ilə gətirdik B-ni aldıq. Gördünüz uşaqlar? S burada hansısıydı? Hə, S-yi tapmışdıq da biz 2 idi. Artıq bizdən A, B, S hasilini istəyir. 2 vur 2 vur. 3-dən cavab 12 deməli etmiş olur. 107-də də cavab 12 olur. Keçirəm digər səhifədən. Burada da işləyəcəm. 107, 108 də oxşardı. Deməli 109. 109'u işləmək istəyirəm. Bir də 111 işləyəcəm. Qalanını özünüz işləyərsiniz. 100 nə dedim? Hansını? 109'u. Baxın, bir hansı fərqli gözümə görsənir, onu işləmək istəyirəm. Bax, burada yazılıb bu A-dır, bu da B-dir. Burada yazılıb x plus 3. A-nın içində x plus 3 var, x minus 4 var. Belə çıxır ki, A əslində x plus 3 vuraq, x minus 4. Yəni elirvin budur da. Başqa bir şey yoxdur ki, yazıq hər şeyi onsuz göstərir də. Gəlin bunu vuraq açaq. Bu da nə eləyir? X-in kvadratı vurun açın görəsiniz. Mənfi x minus 12. Bu mənim ayımdır. Baxın bunlara əsasən. Hələ heç nəyə baxmıram ha orada testdə. Sadəcə elirvenimi çəkdim. Gördüm ki, A dairəsinin içində bu ikisi durub. Deməli bunların hasilidir. Bunları da vurub açanda bu alınır. Burada da x plus 8 verib. Gəl B-yi də yazaq. B dairəsinin içində nə var? X minus 4 vur. X plus 8 var. Lap gözəl. Bunu da vuraq açaq. X-in kvadratı plus 4x minus 32 alasınız burada da. Aşsaz görərsiniz. Bunları vurub açanda. Bu da mənim B-yim. İndi nə deyir? Deyir ki, bax A-ya nə verib? A, bax burada yazıb. Üstünə tez bu yazdığımın üstünə yazıram. X-in kvadratı plus bx plus c. Da aydındır da uşaqlar. Bax x-in əmsalı burada nədir? Mənfi 1-dir də, yəni yazılmır. Belə çıxır ki, B nədir? B nədir? Mənfi 1. Bəs C nə qoy? Bəs C nədir? Mənfi 12. Aydındır. Keçirəm digərinə. B-ni belə verməyib, gətirirəm yazıram yazdığım B-nin altına. X-in kvadrat plus mx plus n. Əla. M-im nədir? Baxın, x-in kvadratı okey. Öz-özünə durub, x-in əmsalına baxıram. M-dir, bu da 4-dür. Bir çıxır ki, M 4-dür də. Yəni, burada nə var ki, sadə bir şey. N-im nədir? N-im də mənfi 32-dir. Nə istəyir indi bu məndən? Deyir ki, BM plus CN-i tapın. Bərabər. B-yi M-ə vur. B-yi M-ə vur. 4-ü mənfi 1-ə vuranda. Mənfi 4 plus C-ni də
iynə vur. Yəni mənfi 12-ni vur mənfi 32-yə. Bərabərdir. Mənfi 4, mənfiyə vuranda müsbət eləyir. 12 vur 32. Deməli, burada nə istəyir? Heç nə də burada bizdə bunun cavabını istəyir. Bu formada yazırsınız, hesablayırsınız da bunun cavabını hesabı 12-ni 32-yə vurub 4 çıxarsınız. Ondan sonra 109 belə, bir də dedim ki 111-i deyəcəm də, düzdür. 111. 112, 110 ilə 111 demək olar eyni şeydir. Yazıram. Bu üçü demək olar eyni şeydir. İkisini qruplaşdırıb işləyirsən, ikisini qruplaşdırıb işləyirsən, yenə də ikisini. 111 işləyirəm. Yenə də şəklimi çəkirəm. Eylerverindən ki görüm rahat. X minus 3, X plus 3. Deməli A 3 dənə qrupdan ibarətdir. Bir də X plus C. B-in içində var, görürsünüz. Bir dənə X plus C var, bir də X plus A. Yaxşı. Deməli, yenə də uşaqlar, bax, misalın qaydası nədir? A bərabərdir. Bax, bu vur, bu vur, bu. Yazıram. X minus 3. Vuraq. X plus 3 vur, X plus C. Mən bunun üçündə vurub başımı yormaq istəmirəm. Mən bunun nağdı burada görürəm ki, X-in kvadratı minus 9-dur da. Bir də vuraq X plus C var. Bərabərdir. Bunu vururam, açıram. X-in kubu plus X kvadratı C minus 9X minus 9C. Birinci bildizdən neynədir? Bu dursun. 111. Baxın, düz yazıram. A-nı gətirirəm, ərinmirəm. Tez yazıram yerinə. Bax, bu Eylerveynin verdiyi adı yazdım. İndi misalın özündə zaten A-yı veribdi mənə. Bax, A-yı tez gəlirəm, altından yazıram ki, rahat işləyə bilim. 2X-in kvadratı. Çıx 9X, çıx 18. Aydındır. X-in kubu zaten X-in kubudur. X-in kvadratının əmsalı baxın, burada nədir? C-dir. C belə çıxır ki, nədir? 2. İndi keçirəm bura, bu heç. İndi əmsala baxın, uşaqlar, mənfi 9C, mənfi 18 bərabər, C2 çıxır da, mənfi 9C bərabər, mənfi 18. Zaten C-nin 2 olduğunu buradan görmüşdüm. Onsuz da görmüşdüm. Belə çıxır ki, C2'dir. Yəni, burada X plus 2'dir əslində. Bu dursun. X plus 2'dir əslində. Bildiniz də bu. C2 tapdım. Vururam, açıram beyni. Boğazım ağrıdı. Vururam, açıram. X-in kvadratı. Uşaqlar, bunu da sadələşdirirəm. Çünki X-dən 2 dənə var. X-i çıxartdım. Plus 2 var. Bitti, işim bitti. İndi kitabın verdiyini gətirirəm bunun altından. Rahatca yazıram. M, bu da X. M küstü. Hər şeyi öz altından yazdım. Rahat olun deyə. Heç nə. Əziyyət vermirəm də özümə. Bununla bu bərabərdir, getdi. X-in əmsalları bərabərdir. 2 plus A deyir. Bərabər... Oy, nə yazdım? 2 plus A bərabərdir M. Bax, X-in əmsalı bu deyil. Burada da bu deyil. Bərabərdirlər də. Bunlar B-dir də. Yəni, B Eylerveyndə burada. İkisi eyni şeydir də. Buradan görəm, heç nə əldə eləyəmirəm. Bu hələ ki dursun. Sonda 2 A nəyə bərabərdir? 10-a. A nəyə bərabərdir? 5-ə. Gətirib burada A-nın yerinə 5 qoysam, M-i neçə alacam? 7. Bax, 2 plus A, 2 plus 5, M-də 7 almış olur. Bizdən M plus A plus C cəmini istəyir. 7 plus 5 plus 2. Yəni 14. 111-də də cavab 14. Bu qədər uşaqlar. Bunu da belə çəkdim. Hər birinə baxırsınız, izləyirsiniz. Sual cavab edəcəm.